Gazi Mustafa Kemal Atatürk ne güzel söylemiş. Azerbaycan'ın sevinci bizim sevincimiz, kederi bizim kederimizdir demiş. Yani bizler iki devlet, tek milletiz. Bu kültürel işbirliğini devam ettirmek bizim görevimiz değil, bence sorumluluğumuz diye düşünüyorum. Hayırlı uğurlu olsun. Bugün Antalya Kitabxanasında Azərbaycan bölümünün açılması bizim Türkiyə-Azərbaycan mədəni ilişkilərində bizim üçün böyük bir tarixi hadisədir. Təbii ki, Azərbaycan ədəbiyyatı, Azərbaycan ədəbi fikri Türk kütüphanələrində, Türk tədris müəssisələrində çoxsaylı əsərləri, kitabları vardır. Amma Antalya'da, Antalya Kitabxanasında bunun olması özəl bir məna daşıyır bizim üçün. Azərbaycan ədəbi fikrinin daha yaxından öyrənilməsi, bizim mütəfəkkirlərin, bizim alimlərin, bizim ədiblərimizin düşüncələrinin mənimsənilməsi üçün bu bölümün açılmasının böyük bir hizmətləri olacaqdır. İki dövlət arasında qardaşlıq, dostluq bağlarının möhkəmlənməsinə xidmət edəcəkdir. Kitabxanalarımızda bölümlərin qarşılıqlı surətdə açılması düşünürəm ki, hər birimiz üçün davamlı və əsas, vacib, önəmli bir addım olacaqdır. Xeyirli, uğurlu olsun.